Biləsuvarda şəhid İqbal Aslanlının və şəhid Babək Mahmudlunun xatirəsinə həsr olunmuş U-15 Yunan-Roma güləşi üzrə 5-ci beynəlxalq turnir keçirilib. Biləsuvar rayonunda dünyaya göz açmış şəhid İqbal Aslanlı idmançı olmaqla yanaşı Azərbaycan ordusunda qüsursuz xidmətləri ilə seçilib. O, 2-ci Qarabağ müharibəsində göstərdiyi igidliyə görə bir sıra orden və medallarla təltif olunub. Turnirin açılış mərasimi Biləsuvar rayon Olimpiya İdman kompleksində baş tutub. Mərasimdə idmançılarla yanaşı şəhid ailələrinin üzvləri, Biləsuvar rayon icra hakimiyyəti, rayon ictimaiyyəti və rəsmi qurumların rəhbərləri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ardından torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra iştirakçılar şəhid İqbal Aslanlının və Babək Mahmudlunun həyatına həsr olunmuş video çarxa baxıblar. Tədbirdə çıxış edən şəhid ailələrinin nümayəndələri turnir iştirakçılarına uğurlar arzulayıblar. Mən yarışın təşkilatçılarına öz minnətdarlığımı bildirirəm. Dəstək olan qardaşlara öz minnətdarlığımı bildirirəm. Şəhidlərimizin adlarını yaşadırlar, onların xatirələrini yaşadırlar. Çox sağ olsunlar, var olsunlar ki, belə yarışlar təşkil edirlər və gələcək nəslimizin sağlam ruhda böyüməyinə kömək edirlər. Bu 5-ci ildir ki, yarış keçirdik Aslanlı İqballa Babək balamızın adına. Beynəlxalq turnirdir. Allah bu təşkilatçılıqda köməkli eləyənlərin, ondan sonra dostların, tanışların, qardaşların canını sağ eləsin. Allah idmançılarımıza qüvvət versin. Açılış mərasimindən sonra Türkiyə, Gürcüstan eləcə də Azərbaycanın müxtəlif bölgələrini Cəlilabad, Biləsuvar, Salyan, Bakı, Sumqayıt, Lənkəran, Astara, Masallı, Abşeron və Ağdam rayonlarını təmsil edən ümumilikdə 22 komandanın 200-ə yaxın idmançısı mübarizəyə başlayıb. Turnir çoxsaylı tamaşaçılar tərəfindən böyük maraqla izlənilib. Biləsuvar şəhərində keçirilən şəhidlərin xatirəsinə həsr olunmuş yarış yüksək səviyyədə keçirilir, yüksək təşkil olunub. Yarışı ondan əvvəldən nəzərə çatdı. Azərbaycan Güləş Federasiyası, Regional Gənclik İdman İdarəsi ilə birgə keçirilir. Yarışı Azərbaycan Güləş Federasiyasının təyin etdiyi hakimlər briqadası, hakimlik yarışı idarə edirlər. Yarışda həm beynəlxalq, həm milli dərəcə hakimlərini iştirak edirlər. Çalışırıq ki, yarış yüksək səviyyədə keçsin. Yəni gördüyümüz, müşahidə etdiyiniz kimi yarış çox yüksək səviyyədə keçirilir. Qeyd edək ki, şəhid İqbal İlqaroğlu Aslanlı 1997-ci il avqustun 10-da Biləsuvar rayonunda anadan olub. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 2019-cu ildən en sayılı hərbi hissədə kəşfiyyat bölüyündə xidmət edib. Vətən müharibəsi zamanı Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Vətən uğrunda cəsur döyüşçü və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib. Babək Süleymanoğlu Mahmudlu isə 1995-ci il noyabrın 27-sində Biləsuvarda anadan olub. Onun Cəbrayıldan başlayan döyüş yolu Zəngilan və Qubadlı istiqamətində davam edib. Cəsur döyüşçü 89 düşmən əskərini istiqlal snayperi ilə məhv edib. Babək Mahmudlu Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub və 2020-ci il noyabrın 1-də doğulduğu Biləsuvar şəhərində dəfn edilib. O Füzulinin, Şuşanın və Xocavəndin azad olunmasına görə həmçinin vətən uğrunda medalları ilə təltif edilib. Elvin Qudratov, İlqar Mustafayev, bugün informasiya proqramı üçün.